Və dəyərli qardaşlarım, dedi ki, şəmaildir, yəni peyğəmbərin həyatıdır. Şəmail ümumən nə deməkdir? Şəmail şəmilə və yaxud da şimal sözünün şəmilə əv şimal sözünün cəmidir. Mənası əxlaq, təbiət, xasiyyət, xarakter, fitrət, yəni hamısını şəmilə özündə cəm edir. Və həmçinin biz deyəndə ki, şəmail Muhammediyyə, əv-ün nəbəviyyə, peyğəmbərin şəmaili dedikdə nə qəsd olunur? İstər zahiri olsun, istər batini olsun, Peyğəmbər sallallahu aleyhi və səlləm əxlaqi və xilqəti vəsfləri, təbiəti, xasiyyəti, əxlaqı, xarakteri nəzərdə tutulur. Dəyərli qardaşlar, həmçinin alimlər şəmail, peyğəmbərin şəmaili dedikdə söyləyiblər ki, o cümlədən həmçinin Allah Rəsulunun həyatı, içməyi, yeməyi, geyimi, yatağı, yuxusu kimi həyatı ilə əlaqəli olan hər bir şeyi daxil ediblər şəmailin içinə. Və həmçinin o cümlədən alimlər deyiblər ki, Allah Rəsulunun zuhdu da, yəni onun dünyaya bağlı olmaması da, onun ibadəti də və həmçinin onun sülhü də, onun hərbi də hamısı onun şəmailinə daxildir.